Bilirəm, bilirəm. Yaxşı. Biz ərzaq gətirə bilmirik. Sən poçtayındasan. Cəmaat çörək gözləyir. Bəs cəmaat sizcə müharibədən məktub gözləmir? Cəmaat davada canından keçir. Biz də burada oturub traktor gözləyirik. Çeteze. Səidə, Səidə. Ağız Səidə. Bircə bu qalmışdı, gecə də evə gəlməyəsən. Səhərə kimi haradaydın, ha bala? Məktublar üçün getmişdik. Maşın da batıb qaldı çayda. Ona görə gec gəldim. Gen o məzahir gedəyinə. O, əsrimizin qəhrəmanı gəldi çıxdı. Ay qız, Zeynal'a versən Allah. Sudan çıxmış cürüyə oxşuyursan ki. Hə, yox, sənin də öyrəmişindi o. Yaxşı, gözlərəm. Heç olmasa o qıza yazığın gələydi. Onu da aparıb salmışsan yağışın altına. Dünəndən gözəl mənim abrımı alıb. Hələ dur, gör sənin başının açıcıyı. Gecə səhərəcən oturub sənin traktoru gözləmişik. Hə, romantik sahildə. Bəli. Yaxşı, axı, siz bir hökumət nümayəndəsi, bir rəhbər kimi dünəndən bir dənə traktoru bizə verə bilmirsiniz. Çingiz, özünü yorma. Mən bilirəm taxılardan tapmaq lazımdır. Saidənin xalası qızı kolxozun ambarında işləyir. Bilirsən nə qədər taxılı var? Əgər onu bir tər yola gətirə bilsək. Qönçə 2 ton taxıl borç verirsən də? Necə? Borc. Nə danışırsan? Camaat acdır. Taxılı mən sənə necə verə bilərəm? Elə bil dədəmin ambarıdır. Buna bax, 2 ton taxıl. Dayan görüm. Qönçə, ümidimiz təkcə sənə gəlir. Başa düş ki, bütün yolları sel aparıb. Neynim? Axı ağzımda sənə deyirəm ki, bütün yolları sel aparıb. Cəmaatı çörəklə təmin edə bilmirsən deyə mən həbsə girməliyəm? Axı həbsə niyə Qönçə? Buna görə cəmaat sənə çox sağ ol deyər, kömək elə. Bu sağ ol mənə çox baha başa gələr. Niyə baha başa gəlir? Qulaq as Qönçə. Narahat olma. Məsuliyyəti mən öz üzərimə götürürəm. Bir də məsələ heç bunda deyil. Cəmaat ac qalır, bizim borcumuz onlara Yox. kömək etməkdir. Başa düş. Yox, vermərəm. Qönçə. İndi necə olsun? Axı cəmaat ehtiyacı içindədir. Axı bunu eləməyə mənim ixtiyarım yoxdur. Niyə? Hara? Ne edirsiniz? Axı sizi tutarlar. Ne edirsiniz? Səbirli ol.